Doktor, hamilələr alkol qəbul edə bilər? Maalesef ki edəməzlər. Amma Türkçə dedim. Neysə. Davay gedək. Hamiləlikdə kofe, hamiləlikdə siqaret, hamiləlikdə alkoqol. Üçü də həkimlər tərəfindən sevilməyən bir vərdişlərdir və qəbul olunmayan bir vərdişlərdir. Amma ki, nə yazıq ki, hamiləlik sırasında hamilələr buna bəzən toksik olaraq meyil göstərə bilirlər. Biz həkim olaraq nə tövsiyə edirik? Bəli, alkoqol olmaz, siqara olmaz, kofe çox tükətimi olmaz. Amma gündə 5 fincanı aşmamaq şərti ilə kofe kullana bilərsiniz. Siqara ümumiyyətlə tövsiyə edilmir, amma buna bağımlı olan insanlar var, məcburən içirlər. Onun sayısını çox aza endirməsini tövsiyə edirik. Alkoqol ümumiyyətlə dölə, teratojen təsir edir. Yəni bu döldə hər hansı bir qusurun əmələ gəlməsinə təsir edir. Ona görə 10 həftəsinə qədər ümumiyyətlə alkoqolu tövsiyə olunmur. Amma 10 həftəsindən sonra əgər hamilənin canı çox çəkərsə, bir barda onun artıq olmama şərti ilə istifadə edə bilər.